Sokrat deyir, danış görüm kimsən sən. Doğrudan da danışıq insanın savadını, düşüncə tərzini və tərbiyəsini üzə çıxarır. Salam, hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Teleradio Akademiyasının mediada Azərbaycan dili təlimləri çərçivəsində Azərbaycan dilinin rolunu müzakirə edəcəyik. Həmsöhbətim, əməkdar mədəniyyət işçisi, Qərbi Azərbaycan televiziyasının rəhbəri Telli Pənah qızıdır. Xoş gördük Telli xanım. Xoş gördük. Təliminiz necə keçdi? İlkin təəssüratlarınızı bölüşmənizi istərdim. Valla mənə elə gəlir ki, bunu ora toplaşanlardan soruşmaq lazımdır. Çünki mən danışdım, onlar dinlədilər, suallarına cavab verdim. Və çox sevinirəm ki, nəhayət Azərbaycan dilinin saflığını qorumaq üçün mübarizəyə başlayan ilk olaraq Azərbaycan televiziyasıdır. Çünki indi televiziyaların sayı çoxdur, mətbuat orqanlarının sayı getdikcə artır, yəni qəzetlər, saytlar və ilaxır və s. Və çox təəssüf ki, bu fonda Azərbaycan dilinin gözəlliyi unudulur. Onun şəhd şirəsini sanki sıxıb çıxardırlar. Quru, sxematik və eyni cümlələr təkrar bizim gözümüzə girməkdədir. Hamımız Azərbaycan dilinin saflığı uğrunda mübarizədə bilavasitə iştirak edirik. İllər boyu yazdığımız hər bir cümlənin ağırlığını, məsuliyyətini hiss edən adamlarıq və yeni nəslə, gənc nəslə bu dilin gözəlliyinin, saflığının qorunmasının bir borc olduğunu ötürməliyik. Bilmirəm, indi nə qədər dərəcədə mən uşaqların, o yeniyetmələrin suallarını cavablandıra bildim, nə qədər dərəcədə bildiklərimi onlara çatdıra bildim. Amma mən çox sevinirəm ki, zala toplaşan xeyli jurnalist dostumuz var idi və bu həmkarlarımın hamısı Azərbaycan dilinin qorunması və onun inkişafı üçün mənə elə gəlir ki, çalışan, maraq göstərən insanlardır. Təbii ki, burada ən başlıca rolu televiziya oynayır, radio oynayır. Çünki bugün ölkədə məsələ 100 minlərlə, milyonlarla maşın var və hamısının da deyək ki, radiosunda Azərbaycan dilində verilişlər səslənir, Azərbaycan mahnıları oxunur və o cümlədən də ki, televiziyalara, hər evdə televizor qurğusu var. Bir yox, bir neçə yerdə özü də. Mətbəxə keçirsən televizor var, deyək ki, qonaq otağında televizor var. Və mən həmişə deyirəm, bütün burada işlədiyim müddətdə də uşaqlara deyirdim ki, biz evlərin çağırılmamış qonağıyıq. Özü də bizə evin ən yuxarı başında yer verirlər. Hansı evdə görmüsünüz ki, televizor qurğusu asanada olsun. Həmişə evin yuxarı başında olur. Çünki nəyə görə? Sözə ehva eləyənlər, sözə inananlar baxırlar ora və ölkədə, dünyada baş verən hadisələrdən xəbər tutmaq istəyənlər baxırlar televizora. Mədəniyyətimizin, incəsənətimizin ən yeni simaları ilə tanış olmaq istəyənlər baxırlar ora. Və bütün bunların da arxa fonunda və birinci yerdə mən deyərdim, Azərbaycan dilinin saflığı durur, gözəlliyi durur. Yəni mən arxa fon deyəndə insanların o düşüncəsində bir nömrəli sayıla bilən bir nəsnədir deyim. Azərbaycan dilinin qorunması, Azərbaycan dilinin inkişafı, Azərbaycan dilinin o yad, dürtülməz sözlərdən xilası naminə biz hamımız əl-bir işləməliyik. Çox belə təəssüflə demək istəyirəm ki, son vaxtlar Azərbaycan dilinə artan marağın fonunda çox təəssüf ki, bir Azərbaycan dilinin yad cümlələr, sözlərlə çirklənməsi də var. Məsələn, qəbul edirik hər hansı bir gəlmə sözü, amma onun alternativini tapa bilmirik, tapmaq istəmirik sanki. Və bu da biraz narahatçılıq doğurur. Çünki bizim dilimiz Azərbaycan dilidir. Onun saflığı uğrunda mübarizəni məhz jurnalistlər qorumalıdır. Onlar iştirak eləməlidirlər bu mübarizədə. Çünki onlar daha çox Azərbaycan dilindən istifadə edirlər. Onlar daha çox Azərbaycan dilində yazırlar. Və dilin gözəlliyini, dilin zənginliyini qorumaq onların bir nömrəli borcudur. Telli xanım, savadlı danışmaq anlayışını necə izah edərdiniz? Nə üçün vacibdir? Nələr daxildir? Bilirsinizmi? Bir var ədəbi dil, bir var yazılı dil. Yazılı dildə sən öz fikirlərini toparlayırsan, toplayırsan. Məsələn, bir cümlədə deyək ki, iki söz bir-birini əgər izləyirsə, onun birini çıxarırsan, onun yerinə başqa bir söz əlavə edirsən. Amma şifahi danışıq nitqində bir də görürsən ki, məsələn, insanın söz ehtiyatı zəif olanda taftologiya başlayır. Bir sözü, bir cümləni 5 dəfə təkrarlayırlar, fikirlərini izah eləməyə artıq başqa bir söz, ifadə tapa bilmirlər. Ona görə deyirəm ki, Azərbaycan dilinin zənginliyini əxs eləmək lazımdır, qorumaq lazımdır ki, rahat danışasan, gözəl danışasan. Bizim dilimiz çox melodik dildir.
musiqili dildir. Nə qədər çox danışırsansa, bir o qədər başqalarına xoş gəlir. Məsələn, mən xarici ölkələrdə çox olmuşam. Azərbaycan dilində biz danışanda, deyək fransızlar, ya ingilislər yaxınlaşırlar, siz hansı dildə danışırsınız? Ki, Azərbaycan dilində. O, sizin diliniz necə gözəldir, necə melodikdir. Yəni, bu mənə o qədər xoş gəlir və mən sevirəm Azərbaycan dilini. Azərbaycan dilinin o bütün incəliklərini bilməyə, bugün də öyrənməyə çalışıram. Çünki dil insanı yaşadan, xalqı yaşadan, milləti yaşadan ən böyük amildir. Telli xanım, dildən danışırıq. O zaman dilimizin düşməni kimdir, dostu kimdir? Valla, dostu hamımızıq, düşmən də hamımızıq. Nəyə görə? Çünki indi son vaxtlar belə bir qəribə tendensiya deməyim, adət alıb da, tendensiya da xarici sözdür, bir adət halını alıb. İngilis dilində oxuyanlar və yaxud da başqa bir dildə az-çox bilgisi olanlar bir də görürsən ki, güclə güc bizim ağzımıza o sözü dürtməyə çalışırlar ki, yox, sən bunu qəbul elə, mən istəmirəm o qəbul eləyəm onu. Çünki bizim sözümüz var, onun müqabilində biz özümüzün sözümüzü tapa bilərik, deyə bilərik, qoya bilərik. Son vaxtlar mənə gəlir ki, heç təzə söz yaranmayıb və xaricdən alınan sözləri elə o cürdə işlədirik. Və ən başlıcası da odur ki, indi daha çox biz televiziya verilişlərinə baxırıq, televiziya istehsal edən filmlərə tamaşa eləyirik. Bəzən o qədər yerinə düşməyən sözlər var. Fikirləşirəm ki, ilahi, bu adam niyə bunu belə danışır? Niyə bu cür danışır? Müasir olmaq istəyirsən, o başqa məsələ. Müasirliyin özündə də bir Azərbaycan dilinin zənginliyini qorumaq ehtiyacı və ehtiramı olmalıdır. Bilirsiniz, dili nə qədər çox işlətsən, dili nə qədər çox sevsən və dilə yeni sözləri gətirmək üçün onun qarşılığını tapa bilsən, artıq sən bu dilə xidmət eləmiş olacaqsın. Telli xanım, Vaqif Kəhrizinin belə bir şeiri var. Həm arazam, həm də kürəm, axıb Xəzərə töküləm. Dilim ölsə mən də öləm, ana dilim ölən deyil. Əgər ana dilimizi anamız qədər seviriksə, bəs onda niyə son dövrlər ana dilimizə qarşı hörmətsizlik edirik? Bilirsiniz necədir? Müasirlik. Müasir görünmək istəyir. Ay, mən xarici dilləri çox gözəl bilirəm. Ay, mən xarici dildə danışmağı bacarıram. Bu, mənə elə gəlir ki, bir Azərbaycanlı üçün o qədər də önəm daşımayan bir məsələdir. Sən xaricə gedəndə xarici dilə bilirsən, sən xaricdə danış. Amma Azərbaycan dilinin təmizliyi, saflığı uğrunda mübarizə sənin bir nömrəli borcundur. Mən burada kimləri günahlandırıram? Baxın, biz bayaqlarda danışdım uşaqlara, dedim, yəni o uşaqlar cavandır, gəncdir hamısı da, hələ oturuşmayıblar, necə deyərlər, hələ müdrikləşməyiblər. Amma onlar nə görürlər? Küçəyə çıxırsan, bütün yazıların hamısı ingilis dilindədir. Qardaş, ildə bir dəfə, 2 dəfə, 3 dəfə, lap 100 dəfə sənin evinə qonaq gəlir də, xarici qonaq gəlir. Niyə o xarici yazıları oxumalıdır? Mən İngiltərədə yaşayıram bəyəm. Çıxın bir dənə şəhərə baxın. Şəhərdəki bütün adlarını, mağazanın adları, nə bilim, restoran adları, kafe adları, nə bilim, nə adları, hamısı ingilis dilindədir. Niyə qardaş? Mənim ölkəmdə, mənim məmləkətimdə niyə Azərbaycan dilindən istifadə eləmirsən? Və mən bunu yetkililərə sual verirəm. Mən bunu bizim dilimizə cavabdeh olan, yəni şəhərin reklam işləri ilə məşğul olan adamlara demək istəyirəm. Niyə mənim dilimdə sən yazı yazmırsan? Niyə sənin restoranlarının, kafelərinin, nə bilim, yeməkxanalarının, nə bilim, küçələrinin, nə bilim, reklamlarının hamısı, küçələrdəki reklamların hamısı xarici dildə olmalıdır? Niyə? Kim sənə ixtiyar verir? Və mən bu məsələni açıq qoyuram, mənə cavab versinlər, xahiş edirəm. Mən bir vətəndaşam. Mən öz dilimi sevirəm. Öz vətənimi sevirəm. Hara getsəm, harada olsam düşünürəm ki, mənim Azərbaycan adlı varlığım var. Azərbaycanlıyam mən. Mən sevinirəm, fəxr edirəm ki, mən Azərbaycanlıyam. Baxın, bu başlıca bəla oradadır. Balaca uşaqlar çıxırlar küçüyə, oxuyurlar hamısı ingilis dilində. Niyə? Soruşuram sizdən. Və bu dili qorumaq təkcə müəllimlərin, təkcə televiziya işçilərinin, təkcə jurnalistlərin işi deyil. Dili hamı qorumalıdır. Çünki dil bizim varlığımızdır. Biz öz dilimizə danışmağı bacarmasaq bizə kim nə deyəcək? Deyəcəklər ki, bunlar hansı millətin nümayəndəsidir? Düzdürmü? Düzdür. Son dövrlər tez-tez deyilir ki, gənc jurnalistlərin nitq mədəniyyəti zəifləyib və əvvəlki nəsillərə nisbətən dil qaydalarına daha az əməl edirlər. Bununla bağlı fikirlənirsiniz? Kitab oxumurlar. Kitab oxumurlar. Biz dili hardan öyrənirdik? Əvvəla həm orta məktəbdə, həm universitetdə bizə dərs deyən müəllimlərin böyük əksəriyyəti Azərbaycan dilini mükəmməl bilirdilər, sevirdilər o dili. O dili qorumağa çalışırlar bacardıqları qədər. İndi bəzi
xaricdə təhsil alıb gələn adamların hamısı Azərbaycan dilinə biraz yuxarıdan aşağı baxırlar. Çox qəribədir. Özün Azərbaycanlı olasan, amma Azərbaycan dilində danışmayasan. Azərbaycan məktəblərində oxuyan uşaqlar nisbətən deyək ki, Azərbaycan dilini bilirlər. Amma bugün ailələrə nəzər salın. Orta məktəbin 1-ci sinifinə gedən və ya hazırlıq sinifinə gedən uşaqların hamısı rus dilinin məktəblərini seçirlər. Onlar seçmirlər, valideynləri seçirlər. Elə bilirlər ki, onlar rus dilində uşaqlarını oxutsalar, onlar gələcəyin çox böyük, nə bilim mən nələri olacaqlar. Elə deyil. Azərbaycan dilində oxuyan, Azərbaycan dilini mükəmməl bilən nə qədər bizim mütəxəssislərimiz var, rəhbər işçilərimiz var. Dili sevmək lazım. Dil sənin ananın dilidir. Tillə xanım, siz uzun bir müddət Azərbaycan televiziyasında jurnalist olaraq fəaliyyət göstərmisiniz. Xatirənizdə Azərbaycan dili ilə bağlı efirlərdə hər hansı bir absurd danışıq forması və yaxud hər hansı bir gülməli bir danışıq forması olubmu? Mənim tərəfimdən? Yox. Yox, müsahiblərim tərəfindən. Mən valla Azərbaycanda o rayon yoxdur, o şəhər yoxdur ki, mən orada olmayım. Çox sevinirəm ki, məni Azərbaycan xalqı öz övladı kimi sevir. Bugün də harası gedirəm, harada oluram, hamı tanıyır məni. Və bu tanınmağın da çox böyük məsuliyyəti var. Mən həm danışığıma, həm hərəkətimə, həm insanlarla münasibətimə həmişə diqqət edirmişəm və bu dilin qorunması, bu dilin yaşanması üçün mübarizə aparmışam həmişə. Çünki dili yaşadan bizik, insanlardır. Biz onunla nə qədər çox danışsaq, bir o qədər onu yaşatmış olacaq. Və bugün mən o səbəbləri də izah elədim və Azərbaycan dilində veriliş aparan hər bir kəs Azərbaycan dilini mükəmməl bilməlidir. Başqa bunun yolu yoxdur, alternativi yoxdur bunun. Sən Azərbaycan dilini mükəmməl bilsən, sənin yazdıqların da, danışdıqların da başqaları üçün maraqlı olacaq. Dili yaşadan bizik, biz dili sevməliyik. Tillə xanım, Azərbaycan Respublikası Prezidentinin Milli Elmlər Akademiyasının 80 illik yubileyində və həmçinin yerli televiziya kanalları müsahibəsində Azərbaycan dilinin saflığının qorunmasının vacibliyini vurğuladı. Necə düşünürsünüz bu cür təlimlər, tədbirlər gələcəkdə Azərbaycan dilinin saflığının qorunmasına töhfə verəcəkmi? Valla mən təşəkkür edirəm prezidentimizə. Çünki bəlkə də bu 21-ci əsrdir də, artıq biz yaşayırıq, 21-ci əsrdə yoxsa? 21-ci əsrdə millətə öz dilini sev demək mənə elə gəlir ki, absurd bir şeydir. Millət öz dilini sevməlidir, millət öz dilində danışmalıdır. Və görün biz nə vəziyyətdəyik ki, millətin dili nə vəziyyətə qalıb ki, ölkə başçısı Azərbaycan dilinin saflığı uğrunda mübarizəyə çağırır insanları. Yəni, bu doğrudan faciədir. Sən Azərbaycanlı olasan, sənin uşağın fransızca oxusun, İngiliscə oxusun, Rusca oxusun. Niyə? Mən bunu başa düşə bilmirəm. O qədər bizim Azərbaycanlımız var ki, heç Azərbaycandan kənara çıxmadan ingilis dilində öyrənib, fransız dilində öyrənib, çox böyük alimlərdir, mütəxəssislərdir, amma öz dillərini sevirlər. Dil insanın varlığıdır, dil millətin varlığıdır. Dili qorumaq hər birimizin borcudur. Hər birimizin borcudur. Bunun üçün xüsusi təlimlər keçmək lazımdır. Bunun üçün insanları o dilin gözəlliyinə alışdırmaq lazımdır ki, sən dili necə sevməyə bilərsən sən Azərbaycanlı olaraq. Və prezidentin də çıxışında bu məsələyə dəfələrlə toxunub ki, Azərbaycan dilində sərbəst, gözəl və onun o melodikliyini qorumaq şərti ilə danışmaq lazımdır. Baxın, biz sizlə danışırıq. Heç bir yerdə ilişkənliyimiz yoxdur. Nə mənada, haradasa, ay, filan sözü mən tapmadım, onun yerinə bir dənə başqa bir dildən tərcümə olunmuş bir söz qoyuq deyə bir amilimiz də qalmadı ortalıqda. Biz Azərbaycan dilini gözəl bilirik deyə və bununla fəxr edirik. Və mənə elə gəlir ki, Azərbaycanlıların hər biri öz dilində danışdığı üçün fəxr eləməlidir. Və Azərbaycan vətəndaşı olan qeyri-millətlər də ən azından bizim dilimizi bizim qədər sevməlidir. Çünki bu onların da vətənidir. Və vətən öz dilində danışmaq istəyir. Mən belə düşünürəm. Təşəkkür edirəm Tillə xanım, maraqlı söhbət üçün. Belə, əziz tamaşaçılar, ümid edirəm söhbətimiz həm jurnalistlər, həm də dilimizi sevən hər kəs üçün faydalı oldu.